Klaviaturaya daxil edilmiş n ədədinin p-ci dərəcəyə qədər qüvvətlərini boş T listinə yığan Python kodu yazın. Əvvəlcə n ədədini daxil edək. Bir əmsal kimi. Daha sonra isə qüvvəti daxil edək. Yenə eyni qayda ilə int inputla daxil edirik. Input daxil etmə prosesində, int isə həm daxil edilən mətnin tam ədədə keçirilməsinə kömək edir. Daha sonra biz deməli p-yə qədər dərəcələrə baxmalıyıq. P-ci dərəcəyə qədər qüvvətlər. Buna nələr daxildir? Məsələn, n-in üstü 0, n-in üstü 1, n-in üstü 2. Ta ki bu n üstü p-yə gələnə qədər hamısına baxmalıyıq. Və bu zaman biz nədən istifadə edəcəyik? Dövrdən. For i in range üzrə bir dövr yaradıram və intervalı 0-dan p-yə qədər verirəm və p-nin özünə daxil etmək üçün p plus 1 yazıram. Daha sonra isə mən burada bir boş T siyahısı yaratmalıyam ki, həmin o qüvvətləri ora daxil edim. Hər bir qüvvəti nə edəcəm? T-yə daxil edəcəm. T.append n-in üstü i. Bu formada. Bununla da i deməli 0-dan p-yə qədər ədədləri alacaq. Daha sonra n-in qüvvətini, yəni n-in i-yə olan qüvvətini T-yə daxil etmiş olacaq. Daha sonra isə istəyə görə nə edərəm? Həmin o T siyahısını çap da edə bilərəm.